Yəni İranda vəziyyət çox mürəkkəb. Yəni İranın dərin dövlətinin Pezeşkiyanı hakimiyyətə gətirməsi çox ağıllı düşünülmüş bir şey olduğu günbəgün üzə çıxır. Yəni Xamneyənin və onun ətrafının ümumiyyətlə bu sistemin Pezeşkiyan kartından istifadəsi çox ağıllı olub. Yəni zaman göstərir ki, məsələn bugün tutaq ki, Azərbaycan türkləri bütün məsələlərdə biraz da Pezeşkiyanı nəzərə alır. Birincisi, orada ana dilində təhsil yoxdur. Bu ana dilində təhsilin olmaması, orta universitetlərin olmaması, yəni milli şuurun formalaşması üçün, milli kimliyin güclənməsi üçün heç nə yoxdur. Yəni bizim oradakı soydaşlarımız öz tarixini bilmir. Yəni o tədrisdə onlar o tarix elə formada keçirilir ki, onu bilməsə daha yaxşıdır, məsələn. Və bu da milli kimlik şuurunun yaranmasının qarşısını alır. Birinci, ümumi milli kimlik şuur problemi var. Yenə deyirəm, o müəyyən ərazilərimiz istisna olmaqla, məsələn, bu Təbriz, Ərdəbil, Urmiya, biraz bura fərqli bölgələrdir. Amma bu təkcə buradan ibarət deyil ki, İran türkləri. Daha böyük bir coğrafiyanı əhatə edir. İkincisi, ora rejim teokratikdir, diktaturadır. Belə bir rejimlərdə müxalifət olmadığına görə cəmiyyətdə yeni siyasi liderlərin inkişafı çox çətin olur. Yəni, inkişaf getmir, dayandırırlar, boğurlar. Məsələn, hal-hazırda orada tanınmış əsas 2 lider var bizim milli təşkilatlardan. Yürüş Mehralbəyli və Abbas Lisani, hər ikisi həbsdədir. Dərhal götürdülər, imkan vermədilər ki, bu hadisələrdə bu adamlar iştirak etsinlər. Hər ikisi zindandadır. Zahir bəy, siz uzun illərdir bununla məşğul olursunuz. Böyük bir qismi də hətta Avropaya çıxıb, Amerikanın özündə də məsələn o siyasi məhbuslardan azad olunub gedənlər var. Orada da təşkilatlanmaların özü zəifdir. Bunun yetərincə beynəlxalq güclər də heç vaxt məsələn İran məsələsində güneyli soydaşlarımıza xüsusi bir dəstək də verməyiblər. Yəni buradan bilirik ki, heç vaxt onlar İranın parçalanmağını indiki dövrdə istəmirlər. Əgər istəsəydilər 40 milyonluq türkünün bu vaxta qədər təşkilatlanmasını çox sürətlə eləyə bilərdilər. Bizim indi son dönəmlərdə xaricdə yaşayan güneylilərdən də, indi onların da artıq öyrəniblər, tarixi də bilirlər. Bunlardan da önə çıxan hələ ki yoxdur. Yox, burada bir məsələ budur. Mən hesab edirəm ki, birincisi mütləq güneyin ərazinin özündə yaşayan olacaq lider. Əgər lider anlamında nəzərdə tutursunuzsa, kənardan olmayacaq. O biraz çətin məsələdir kənardan. Nəyə görə? Məsələn, bu elə bir düzgün proqnoz vermək lazım prosesə. Düzgün qiymətləndirmək lazımdır vəziyyəti. Onun üçün də o coğrafiyada yaşamalısan. Biz kənardan təxmini fikirlərimizi söyləyirik. Məsələn, bir də var o mühitdə, o havadasan, orada yaşayırsan və orada zindana düşürsən, orada tutulursan, orada əzilirsən, xalqla bir yerdə yoğrulursan və çıxırsan. Yəni, bu kənardan alınmır o qədər. Kənardakılar daha çox özünü sözçü sayır. Yəni, içəridəki qardaşlarımızın sözçüsü sayır. Məsələn, onların səsini çatdırmaq, ictimailəşdirmək, gedən prosesləri, müəyyən o diplomatik korpuslarla danışmaq, bu xarakterli funksiya yerinə yetirir. Belə kimsə deyə bilməz ki, mən güneydə, kənarda olanlardan bir mənalı belə söz sahibiyəm, istəsəm belə olar, məndən inciməsinlər, bəlkə də var, mənə xəbərimiz yoxdur. Elə bir şey yoxdur. İndi bunu tez-tez də səsləndirirlər. Bu gün də görürəm, bir neçə adamlar da belə səsləndirir ki, Azərbaycan və Türkiyənin buradakı mövqeyi ortaya çıxmadı, səssiz qaldı. Bayaq siz də işarə elədiniz, mən də o fikirdəyəm ki, Azərbaycanın özünün bir müstəqil dövlət kimi varlığı və Türkiyə kimi bir dövlətin varlığı bir modeldir əslində ki, oradakı soydaşlarımız üçün, tək soydaşlarımız üçün, farsların özü üçün də bir modeldir ki, əslində bugün dünyəvi dövlət necə olmalıdır, insan haqları, azadlıqları hansı formada olmalıdır, bu bir qonşu dövlətlər üçün nümunədir. Sizcə Türkiyə və Azərbaycan bugünkü rolu nədən ibarət olmalıdır? Vallahi, bu heç biri öz rolunu yerinə yetirmir. Məsələn, ümid elədiyimiz funksiyanı yerinə yetirmir. Yəni, bir mənalı hər ikisi tənqidə layiqdir. Hər ikisi. Ümumiyyətlə, bizim məsələn, bugünə kimi görməli olduğumuz
görməli olduğumuz işlər olmalı idi. Onlar olmayıb Azərbaycan tərəfindən xüsusən. Və məsələn mən bilmirəm indi şəxsi fikrimdir daha çox. Biraz da prosesin ləngiməsi bizə sərfəldir. İranın gələcəyinin istəyir federasiya olsun, istəyir istiqlal. Nə qədər gec olarsa biz o qədər səhv edirik. Nəyə görə? Hazırlıq yoxdur. Yəni açıq-açığına bu görünür. Yəni hazırlıq yoxdur. Məsələn, tutalım ki, Qarabağ azad olunandan sonra o bayaq ki dedim o türklər iki yerə bölünür, nisbətən İrançı türklər. Məsələn, əvvəl tutaq ki, onlar özlərinə türk deməyənlər belə, amma indi məsələn özlərinə türk deyir. Yəni o aşağılıq kompleksindən çıxdılar. Bir qürur yarandı. Bir addım bir irəli getdilər. İkinci biraz da Türkiyənin açığı televiziyaları rol oynadı bu. Seriallar filanlar məsələn maraq göstərdi. Onun da təsiri oldu. Həm Türkiyə dövlətinin güc kimi beynəlxalq müstəvidə müəyyən manevrləri təsir etdi və beləliklə orada proses, yəni milli kimlik baxımından, özünü tanıma baxımından bizim xeyrimizə gedir. Ümumi götürəndə. Və bu İran coğrafiyasında da demək olar ki, bütün bölgələrdə türklər var və yayılıb. Və bu türklərin milli kimliyi olursa, İran coğrafiyasında səndən başqa heç kim hökm edə bilməz. Bizim problemimiz o milli şüur məsələsidir. Nəyə görə deyirəm ki, bu Azərbaycan burada görməli olduğu işləri görməyib. Məsələn, sizin özünüz də bu istiqamətdə çox uzun müddətli işləmiş bir insan kimi bilirsiniz ki. Məsələn, tutalım ki, biz oranın gənclərini bizim buradakı universitetlərdə, xüsusən humanitar sahələr üzrə çox böyük bir nəsil yetişdirə bilərdik. Çox böyük. Və bugün onlar orada o çox böyük işlər görə bilərdi. Yəni Azərbaycan universitetlərində təhsil almış. İndi bu məsələ vaxtı ilə 90-cı illərdə bu Dərbənddən də məsələn gəlib bizdə ana dili xüsusi üzrə güzəştli şərtlərlə burada oxuyanlar var idi gedəndə. Görünür ki, bu məsələ Azərbaycan tərəfdə həmişə maraqlı olub əslində. Bunu Azərbaycan belə bir kvota ayıra bilər universitetlərimiz üçün. Görünür bu İran tərəfindən arzu olunmur. Çünki Azərbaycan bayaq dedik ki, özü bir dənə göstərməlik, yəni insan bura gələndə buradakı dünyaviliyi görüb, qaydanda mütləq onun qarşılığını gözləyir. İndi Azərbaycanla bağlı dediyiniz məsələyə şəxsən öz fikrim deyil. Azərbaycan həmişə balanslaşdırılmış siyasət yeridir. Bu gün qonşularımızda bizim bir dənə düşmənimiz var idi. Məsələn, erməni idi. Artıq bununla da sülh prosesinə gedir. Azərbaycan sizə elə gəlmirmi ki, məsələn, gözləmə mövqeyində, məsələn, sizin təşkilatınız da fəaliyyət göstərir da belə. Yəni Azərbaycan bundan yumşaq güc kimi istifadə edir. Sadəcə bizim özümüzün varlığımız, bax bizim mediamızın olmağı, biz öz dilimizdə danışmağımız, musiqilərimiz belə o cənuba təsir edir. Bəlkə də o yetişdirilməlidir. Bayaq ki, əvvəlinə dönürəm söhbətimizin ki, İranın ki, indi zəifləmiş durumu var. Orada bizim soydaşlarımız hansı prosesi davam elətdirəm? Çünki hələ təşkilatlanma orada da baş verməyib. Bu fikrimi bu məsələ tamamlayım. Azərbaycan-Türkiyə məsələsi önəmli məsələdir. Yəni mən bilirəm nə deyirsiniz. Yəni o tutaq ki, dövlətin də gücü çatmır, təzyiq çox olur, o şeyləri eləyə bilmir. Məsələn, tutalım ki, biz orada nədə yardımcı ola bilərdik o tələbə məsələsində. Məsələn, biz məsələn çox gözəl bir Nadir Şah filmi çəkə bilərdik məsələn burada. Onu sən İran gəlib sənə mane ola bilməyəcək ki. Nə bilim, Ağa Məhəmməd Şah Qacar filmi çəkə bilərdik və yaxud Səlcuqların liderlərindən birini götürüb film çəkə bilərdik. Yəni orada yəni maariflənməyə, milli ideoloji təfəkkürə, o tarix şüuruna ehtiyac var. Yəni əgər biz oraya Azərbaycan necə əgər məsələni qoyuruqsa, bu ən önəmli hissəsi deyil məsələnin bu. Çünki bu bundan sonra da lazımdır hələ. Hələ bu məsələ bitməyib ki. Biz məsələn orada bu ideoloji baxımdan dəstək olmaq üçün, o kimlik şüurunun qayıtması üçün bu kimi şeylərə ehtiyac var. Məsələn, Mübariz İbrahimov filminə ehtiyac var. Ki oradakı o indi tək ora üçün deyil, bizim özümüzün üçün. Məsələn, Xocalı ilə bağlı bir film çəkə bilməmişik. Bəli. Mən yəni hələlik oradan danışırıq deyə heç şey eləmirəm də. Yəni biraz burada dövlətimiz falan var. Orada çox pis vəziyyətdəyik. Bu məsələn şeylər İran dövlətinin təzyiqinə bir adiyyəti yoxdur və yaxud məsələn mən dəfələrlə müşahidə eləmişəm, küçələrdə sorğular keçir ki, Azərbaycan televiziyasına baxırsan, əhali baxmır. Niyə baxmır? Çünki orada o şoular elə bir vəziyyət yaradıb ki, əhali diksinib
Hər kəs internet televiziyalara baxır, internetlə şey eləməyə, məlumat əldə etməyə çalışır. Bunun əvəzinə məsələn orada nisbətən fərqli mövzular da qoymaq olar ki, ora üçün Bu həm də indi bizim də problemimiz. Ay, Bizim filmlərdə, hətta Sovet dövründə Qaçaq Nəbi filmində deyir Arzun o tayda mənimdir, bu tayda mənimdir. Hətta Sovet vaxtı ədəbiyyatımızın özündə belə Cənub mövzusu ayrıca təqdim olunurdu. Bu gün Cənubla bağlı elə bil ki, arxa plana keçirildi. Bizim Qarabağ kimi bir problemimiz var idi, doğrudur. İndi ikinci bir problem, ikinci bir cəbhəmiz də olmağını istəmirdik. Amma bununla beraber Azərbaycan prezidenti yer gələndə mən 50 milyonluq xalqın bir prezidentiyəm deyir. Yəni bunu da açıq-açıqdına Azərbaycan yer gələndə bu cür irəli sürürdü. Sonra bir çox siyasi məhbusların çoxu gəlib Azərbaycan üzərindən Avropaya da çıxıbdı. Elə Azərbaycan bu vaxta qədər görəcək işləri mənə gəlir görür. Anladım sizi. Mən bir şey deyim. Azərbaycan məsələn indi belə deyək də nə istədiyini açıq deyə bilmir. Bəlkə də biz məsələn istiqlal istəyir, bəlkə daha çox şey istəyir. Hakimiyyətdir. Bu yəni bu bizim mövzu deyil. Yəni bu hakimiyyətin özünün o nə işlər görür, biz onu bilir. Bizim özümüzə düşən işlər var da və biz müşahidələrimizi deyə bilirik. Keçid Türkiyə. Məsələn, konkret olaraq Türkiyə rejimi müdafiə edir. Və etdi də. Bu məsələdə də etdi. Dövlətin iki mühüm adamı, həm Hakan Fidan, həm Dövlət Baxçalı açıqlama verdi və hakimiyyətin yanında oldu. Və bu da Azərbaycan milli hərəkatı ilə Türkiyə arasında məsafə yaradır. Yəni narazılıq yaradır. Güneylərin özündə belə narazılıq yaradır. Türkiyənin rejimi bu şəkildə müdafiə etməz. Bu rejim birbaşa türk düşmənidir. Və ikincisi də bu minlərlə və yaxud yüzlərlə insan öldürür. Və bu insan haqları heç bir dövlətin daxili işi deyil. Və belə bir məsələdə Şərqin ən demokratik ölkəsi olan, təkcə Türk dünyasının yox, Türkiyə Cumhuriyyətinin iki mühüm dövlət adamı tərəfindən, yəni bu rejimin dəstəklənməsi istər-istəməz bir şey yaratdı. Bir müəyyən mənada toxundu o insanlara. Və mən məsələn bu açıq danışmaqlarla mən düşünürəm ki, Türkiyənin daha çox Kürd məsələsini narahat edir. İranla bağlı, İranın parçalanması, dağılması məsələsində Türkiyənin bu mövzuda Azərbaycan türklərinin dəstəkləməməsinin birinci səbəbi Kürd faktorudur. Yəni bu hadisələr zamanında elə Pejakı filanı artıq İraq ərazisindən, nə bilim Suriya ərazisindən İrana keçiblər. Həm də silahlıdırlar. Silahlı keçiblər şeyə. Və Kürdlər bu məsələdə qorxuludur. Və Türkiyədə heç bir halda istəyir Suriya ərazisi olsun, istəyir İran dağılsın, İran coğrafiyası olsun, bir Kürd dövlətinin yaranmasına imkan vermək fikrində deyil. Və bunu İsrailin, Amerikanın projesi kimi baxır və özünə düşmənlərin demək burnunun dibində bir hərbi qərargah yaratmasına imkan vermək istəmir ki, sabah Türkiyə təhdid olsun. Və bu da gətirir, konkret problemimiz bizim buradan qaynaqlanır. Amma bu çıxış yolu deyil. Nəyə görə? Türkiyə İranın bütövlüyünü və yaxud da İranın rejimini qoruya bilməyəcək. Bu rejim istər-istəməz gedəcək. Ya burada ən düzgün olanı həm Türkiyə hakimiyyətinin, həm Azərbaycan hakimiyyətinin mümkün qədər maariflənmə işinə dəstək verməsidir. Məsələn, xaricdə təşkilatlar var. Və yaxud da hakimiyyətimiz, dövlətimizdir, seçsin güneylərin içindən birini özü çıxarsın. Məsələn, xaricdə yaşayanlar əgər heç birini qəbul etmirsə, birini çıxartsın. Böyütsün bunu. Böyütsün və elə bir dəstək versin bütün mənalarda, maddi, mənəvi, siyasi. Mövcud olan Ərəb, Bəluc, Fars, Kürd təşkilatları Azərbaycan türklərinin liderliyi elədiyi təşkilatın ətrafında cəmləşsin və İranın xilasını və onların hüquqlarını müdafiə edəcək güc kimi Farsların şahını və Farsların xalq mücahidlərini yox, Azərbaycan türklərinin filan təşkilatını görsün. Etmirik.